SC-nin ən qəribə traktorunun gizli missiyası niyə 3 təkərli idi? Mühəndislər ağlını itirmişdi, yoxsa bu bir dahi plan idi? Siz videonu bəyənib kanalıma abunə olun, mən isə keçeyim hekayəmizə. Gözünüzün qabağına gətirin ki, tarlada bir traktor gedir. Amma qabağında cəmi bircə dənə təkəri var. Adam baxanda elə bilir ki, Sovet mühəndisləri can sağlığına 1-2 stəkan vodka vurub səhv yığıblar. Amma yox qardaşlar, bu heç bir eksperiment falan deyildi. Adamlar oturdular, dəqiq kalkulyatorla hesapladılar və pambıq tarlalarının anasını ağlatmamaq üçün bu canavarı düzəltdilər. Söhbət bizim hamımızın tanıdığı o köhnə Xortdan MTZ-80-ın xüsusi bratı olan MTZ-80X-dən gedir. Deməli pambıq tarlalarının dərəcələrinin eni gah 90 sant olurdu, gah da lap gen 360 santı. Adi traktor bura girsəydi, o yekə təkərləri ilə pambıq kollarını tapdalayıb püre halına salardı. Yerdən hündürlüyü düz 830 mm idi. Altına da əlavə bort reduktorları atmışlar ki, traktor rahat qaldırılsın göyə. Pambıq kolları artıq boyatanda belə bu canavar kolların üstündən mənəm deyib keçirdi. Kapotu qaldıranda isə adamın burnu salyaka qoxusundan bir təhər olurdu. Orada birbaşa püskürtməli sağ kimi işləyən D243 dizel mühərriki oturub özü üçün xumarlanır. Sürətlər qutusu da elə belə şey deyil ha. Reduktorlar 8 pilləli mexanikadır. Sürəti lap necə istəyirsən tənzimlə, tarlada lap sənin üçün rəqs belə etsin. Üstəlik yan yörəsinə və arxasına 2 sürətli güc ayırma valları quraşdırmışlar ki, pambıq yığan aparatlara kultivatorları qoşanda traktor mən yoruldum deməsin. Qısası pambıq yığmaq üçün əsl qızıl bir texnika idi. Bəs siz necə düşünürsünüz qardaşlar? Bu 3 təkərli canavar bizim indiki tarlalarda işləyən müasir traktorlara tək təkərlə meydan oxuya bilər, yoxsa keçmişdə qaldı? Fikirlərinizi rəydə yazın, müzakirə eləyək. Bəs növbəti video hansı texnikaya aid gəlsin? Sabaha qədər.